Hər kəsi salamlayıram mənim əzizlərim və bugünkü vlogu mən parkdan başlayıram. Bu Gənclər Parkıdır. Keçən ildən bu yana bir dəfə də bu parka gəlməmişdik. Bugün bacımla birlikdə fikirləşdik ki, gəlib burada bir piknik eləyək. Keçən il etmişdik, pikniki çox gözəl alınmışdı. Biz isə artıq parka gəldik. Albina bizlə gəlmək istəmədi. Nəsə bugün, amma biz gəldik. Biz gəldik, bir də bacım gəldi. İndi onlar da burada düşürlər maşından. Artıq indi gələcəklər. Baxın nə gözəldir bura. Mən çoxdan bura gəlməmişəm. Keçən ildən demək olar ki, bura gəlməmişəm. Baxın nə gözəldir buralar. Hello. Və getdik özümüz üçün bir yaxşı yer axtaraq, bir yaşıllıq axtaraq. Əlimizdə adyal da var. Bu adyal həmişə bizim maşındadır. Bir neçə adyal qoymuşam maşında. Çünki belə bir yerlərə gedəndə sərmək üçün daha onları evə aparmıram. Çox nadir hallarda aparıram, yuyub gətirirəm. Kamillə Emil də öz samokatlarını da götürmüşdülər ki, burada biraz sürsünlər. Öz keyfini çıxartsınlar. Biz isə gedirik və demək istəyirəm ki, qızlar arada belə çıxmaq lazımdır harasa. Əlimizdəki işləri qoyub, çünki işlər heç vaxt bitmir. Bugün sabah deyirik, amma heç yerə də çıxmırıq. Və belə bir yaxşı hava tapan kimi biraz təbiətə çıxmaq lazımdır. Çünki belə adam özünə rahatlıq tapır, istirahət edirsən. Gülürsən, Naz. Ben de oyun. Luigi Kotoy. Dedim sen için çaşka. Bak. Bu da çaylar. Hey, там папа. Окей, kim 5 lira mama. Передай мне вот эту. Сейчас, подожди секунду. Я жду секунду. Хорошо. Маками. Давай, сюда. Это желешка так. Görürsünüz, o qədər xoşbəxt adamdır ki, bu. Quşlar batırdılar Nərmişi. İndi deyirəm ki, məndə balaca vaxtı çox batırmışdılar. Deyirəm, sən də xoşbəxt olarsan. Narahat olmayın. Xoşbəxt olmaq istəyirsə, gedin harda göyərçinlər, quşlar var, dayanın orada. Yağışın altında. А здесь много вообще. İndi mən silməliyəm bunu. Bundan danışır. Kim silməlidir bunu, kim? Mən silirəm, bu səs çıxardır. Al. Payın artıq olsun. Кайфарик ема. Nimi? Вкусно. Рвано. Не моя. Именно пара. Мы с тобою не пара. Магия. Biz isə həm kart oynadıq, həm çay içdik, həm semiçka çıtladıq, futbol oynadıq, hər bir şey etdik burada bu 2 saat ərzində və sonra bizim belə qəşəng oturmağımızın sonu oldu ki, yağış yağdı, biz də tez yığışıb qaçdıq evə. Bu isə artıq sabahsı gündür qızlar və mən evləri biraz üstdən yığışdırıram bugün. Ona görə bu plisosla yığışdırıram. Bu plisosu soruşanlar üçün bu Körher firmasının plisosudur. 15 dəqiqə ən güclü rejimdə saxlasaq 15 dəqiqə deməli plisoslayır. 3 rejimi var. Ən zəif, orta və çox güclü. Çox güclü rejimdə çox yaxşı götürür, amma ki çox da tez zaryadkası bitir. Ona görə bu tam belə gözəl yığışdırmaq üçün deyil. Bu sadəcə olaraq üstdən nəyisə yığışdırmaq istəsəniz, belə deyim də elektrosüpürgə kimi, amma çox əl tutur. Bununla arada yığışdıranda hər gün pilisoslamaq lazım olmur. Sadəcə olaraq deməli ortanı belə səliqədə saxlayır, təmizlikdə saxlayır
və həftədə bir dəfə isə o biri sarı böyük plisosla hansının ki gücü dəhşət çoxdur, onunla plisoslayıram və məni belə qane edir. Mən isə qonaq otağını plisoslayana qədər Emil burada tarelka sındırıb. Təsadüfən sındırıb, istəyərək olmayıb. Ümumiyyətlə bir qab sınanda çalışıram uşaqlara. Qışqırmayım, danlamayım. Çünki mən fikirləşirəm ki, qab heç kim istəyib sındırmır. O hansı ki, hirsli vaxtı götürüb qabı belə çırpırsan, belə bizdə heç kim etmir. Sadəcə olaraq nə isə götürəndə düşür. Əlimizdən sürüşüb düşür və düşünürəm ki, qab şüşədirsə, əgər o sınmalı bir şeydir və əgər istəmirik ki, bu qablar sınsın, deməli dəmirdən almaq lazımdır. Əgər biz şüşədən alırıqsa, onda onun sınmağı bizim üçün şok hadisə olmamalıdır və sadəcə olaraq şüşələri yığışdırıram və deyirəm ki, çalış ki, gələn dəfə biraz daha diqqətli olasan. Vəsə, bununla da bizim qabımızın sınmağı bitir və unudulur. Mən isə davam edirəm üstdən yığışdırmağa və indi isə gəlmişəm mətbəxə və stolun üstündə hələ də səhər yeməyi qalıb, onları da istəyirəm yığışdırım. Və dünənki piknikdən qalan semiçkalardı, peçenyalardı, konfetlərdi, hər şey qalmışdı və onları da indi yerbəyer edirəm. Hamısını necə gətirmişdim, stolun üstündə yığmışdım. Çünki axşam gecədə artıq bunlarla məşğul olmadım və bugün istəyirəm bunların hamısını yerbəyer edim və stolun üstünü daha qəşəng düzəldim. Və istəyirəm sizə göstərim ki, səhər işdən gələndə bugün nə almışam. Bugünkü səhər tezdən işə də gedib gəlmişəm. Ona görə də yolda 1 manatlığa girdim. Oradan da bəzi şeylər aldım. Bu evdə olsun, hərdən hazır gəlir. Sonra belə bir dənə özümə hard qaldım. $2 manata. Əvvəl mən bundan var idi, amma qıralarında belə bir şey yox idi. İndi də var o, onun burasına ləkələr düşürüb. Ona görə birində aldım. Çox gözəldir. İşimə pambıq aldım. İşimə bundan aldım. Bundan artıq 1 manatlıqdan. Bunu da işimə aldım. Belə zip paketlər aldım. İndi açın baxaq, belə necədir bu. Baxın, açılırmış. Baxın, belə böyük. Zip paketler. Çok güzel. $2 manataydı. Önlük de 2 manataydı. Bu da 2 manattı. Belə şpilkalar aldım. Deyəsən içində 20 dənədir, 24 dənə. Bunu da işimə almışam. Bundan birini işimə apardım deyənə, birini evə aldım. Onu çox təəssüf ki, qara rəngdədir. Mən axışlayıram. Bu isə qara. Başqa rəng yox idi. Bir dənə də beləsini aldım maşın üçün. Bu videonu montaj elədiyim vaxtı bir xanım rəylərdə mənə sual verdi ki, uşaqlar haqqında, nitq qüsurları haqqında məlumat paylaşım və uşağın 3 yaşı var, amma uşaq dediyi sözləri təkrar edir. Amma sərbəst danışmır və nə məsləhət bilərəm. Mən isə demək istəyirəm xanımlar, əgər sizin 3 yaşlı uşağınız varsa və böyüklərin dediklərini təkrarlayırsa, amma özü danışmırsa, bu hal bəzən nitqin inkişaf mərhələsinin bir hissəsi ola bilər. Amma 3 yaşında artıq buna diqqət yetirmək lazımdır. Uşağın böyüklərin söz və cümlələrini təkrarlamasına exalaliya deyilir əslində. Yəni uşaq öz fikrini ifadə etmək əvəzinə eşitdiyi sözləri təkrar edir. Bunun bir səbəbi də o ola bilər ki, uşaq sizin dediyinizi başa düşmür, ona görə sadəcə olaraq sizin dalınızca təkrarlayır. Ya da ki, nitq inkişafının gecikməsi də ola bilər. Autizm spektr pozuntusu da ola bilər. Amma exalaliya autizmli uşaqlarda tez-tez rast gəlinir. Amma ki, əgər sizdə təkcə bu əlamətdirsə, bu autizm demək deyil. Çünki autizm bir neçə əlaməti olmalıdır. Və nitqin başa düşülməsində çətinlik. Bunu da mən əvvəldən dedim ki, nitqin başa düşülməsində çətinlik varsa, uşaq sadəcə olaraq sizin dediyinizi təkrarlayır. Çünki o başa düşmür. Siz ona nə sual verirsiniz ya da nə deyirsiniz. Ona görə sadəcə olaraq sizin dediyinizi təkrarlayır. Nitqin planlaşdırmasında çətinlik. Uşaq üçün hazır cümləni təkrarlamaq öz cümləsini qurmaqdan daha asandır. Ona görə də uşaq bəzən sadəcə olaraq təkrarlaya bilir. Exalaliya əslində bütün uşaqlarda olur, demək olar ki, çünki bu nitq inkişafının müvəqqəti mərhələsidir. Amma ki, dediyim kimi 3 yaş bu biraz artıq çoxdur və ona görə də bu vaxtı daha diqqətli olmalıyıq, daha dərindən fikir verməliyik ki, niyə olur bu, hansı bir səbəbdəndir. Bu hallarda valideynlər bunlara da diqqət
yetirsələr daha yaxşı olar. Məsəl üçün, uşaq sədə və mürəkkəb tapşırıqları yerinə yetirirmi? Məsəl üçün, siz uşağa hansısa tapşırıq deyirsiniz, apar bu stəkanı stola qoy, get mənə topu gətir. Belə bir deməli, tapşırıqları yerinə yetirməlidirlər. Suallara cavab verirmi? Məsəl üçün, siz uşaqdan soruşursunuz, su istəyirsənmi? O, hə ya da yox cavab verməlidir. İşarə barmağından istifadə edirmi? Məsəl üçün, uşaq nəsə istəyir və sizə işarə barmağınla göstərir. Nəyəsə ehtiyacı olanda özü müraciət edirmi? Məsəl üçün, uşaq yemək istəyir, deyirmi sizə? Bu, mütləq mən yemək istəyirəm deməli deyil. Deyə bilər ki, nyam istəyirəm. Ya da siz evdə uşağa necə başa salırdınız ki, yemək necədir? O da qısa bir sözlərlə olsa belə deyə bilər. Süjetli oyunlar oynayır. Məsələn, kuklanı yedizdirirmi, yatızdırırmı, belə bir oyunlar və istədiyini özü sözlərlə ifadə edə bilirmi? Əgər uşaq 3 yaşındadır və hələ də müstəqil danışmırsa və bu mən sadaladıqlarımı etmirsə, siz mütləq və mütləq loqopedə, uşaq nevroloquna müraciət etsəniz daha yaxşı olar. Mən isə keçən videolarda toyuq farşından sendviçlər eləmişdim və onları indi istəyirəm birinci dəfədir ki, ayrı qrilə qoyub bişirəcəm. Çünki artıq abed vaxtı gəlir və mən də nəsə bişirməliyəm. Ona görə belə olanda çox rahat olur. Yığışdırsam da vaxtımı başqa bir şeylərə sərf etsəm də bilirəm ki, yemək sadəcə çıxardıb nəyisə buzxanadan qoysam sobaya, ayrı qrilə ya da ki tavaya tez bir vaxtı bişəcək. Mən isə bunu qoyub ayrı qrilə axşama pizza xəmirini yoğurmaq istəyirəm. Pizza xəmirim mənim bu dəfə çox sadə olacaq. Adi çörək xəmiri kimi duz, droş və un. Xəmiri isə mən mikserlə yoğururam. Belə daha çox xoşuma gəlir. Daha elastik olur xəmir və biraz mikserlə yoğururam. Axıra yaxın isə əllə. Və tam axırda biraz bitki yağı əlavə edib qoyuram isti yerə gəlməyə. Üstünü də belə streç salafandan bağlayıram. Artıq xəmirim gəlib və çox gözəl gəlib. Mən isə tənbəllik elədim. Bu xəmirdən 2 dənə çox nazik pizza etmək lazım idi. Ümumiyyətlə mən həmişə çox nazik edirəm və ümumiyyətlə xoşlayıram ki, nazik olsun. Nazik yayıram və 250 dərəcəyə qoyuram ki, tez bişsin. Amma bu dəfə dediyim kimi tənbəllik elədim və bütün xəmiri bu böyük listə yaydım. Əllə yaydım və bunun üzərinə bütün istədiyim pizza üçün hazırladığım tərəvəzləri qoydum və qoydum sobaya. Amma indidən sizə deyim ki, pizza biraz çox qalın alındı, çörək kimi alındı. Amma buna baxmayaraq yenə də o qədər pis deyildi. Dediyim kimi əvvəldə səhvim oydu ki, tənbəllik elədim, 2 tərəfə bölmədim. Gərək mən tənbəllik eləyən günü heç nə bişirməyim. Hələ bu pizzanı tək yox, üçümüz bişirmişik. Hal-hazırda ketçupla mayonezi Albina vurur pizzanın üstünə. Sonra isə Emil də köməklik edir bizə göbələkləri yaymağa pizzanın üstünə. Beləliklə bu pizzanı 3 nəfər eləmişik. Və əslində hamı eləyəndə çox dadlı alınır, amma bizdə nəsə bu dəfə dediyim kimi tənbəl yeməyi alındı və o qədər də yaxşı olmadı. Amma bir dənə səhvim oydu ki, gərək 2 tərəfə bölüb nazik bişirərdim. Qalan hər şey çox dadlı idi, çox gözəl idi. Emilin isə ümumiyyətlə ürəyi gedir ki, nəsə bişirsin, nəsə düzəltsin, nəsə kömək eləsin. İnanmazsınız, bu uşaq gəzməyə başlayandan bizə həmişə köməklik etməyə çalışır və çox ümumiyyətlə çox deməli işgüzar uşaqdır. Pizzamı isə toyuqlu eləmişdim. O günü yadımızdadırsa keçən vlogda toyuqları böləndə toyuqların bulyonunu eləmişdim. Sümüklərin üstündə də biraz ət qalmışdı. O bulyonu qaynadan sonra o ətləri sümüklərdən ayırdım və həmən toyuğu qoydum bu pizzanın üzərinə. Və ən sonunda isə yaxşı pendirlə üzərini örtdüm. Amma əvvəlcədən biraz ədviyyatlar atdım. Özüm evdə qurutduğum nanə idi. Biraz da yarpız. Bu ikisini də bura əlavə etdim. Oldu çox dadlı. Bu pizzanın üstünə bir bütöv paçka Belarus Holland pendiri getdi. Əslində pizzanı sifariş edən Emil idi, amma Emil bir damcı da bu pizzadan yemədi. Başladı ki, mənə deməyə ki, mən
Kalbasalı pizza istəyirdim, sosiskalı pizza istəyirdim, amma inandırım ki, sizə o pizzanı da eləsəydim, xəmirini yemir, ancaq üstündən götürüb kalbasanı yeyir ya da sosiskanı. Bu pizza isə çox yumuşaq oldu, dediyim kimi biraz xəmiri çörək kimi oldu, amma qalan tərəfləri hər şey yaxşı idi. Ümumiyyətlə mənim 3 uşağım da yay vaxtı çox pis yeyirlər və mən bilirəm ki, bunlar xəstə deyirlər, heç bir problemi yoxdur. Artıq 3-cü uşaqdır ki, Emil, bunlar hamısı belə yayda pis yeyirlər, yayda iştahları sönür və həm də deyim ki, sizə Emil bağçadan çıxandan sonra, evdə qalandan sonra demək olardı ki, ev yeməklərini yemirdi. İndi başlayır ki, nə varsa hər şeyi yeməyə. İstəyirəm bu saralan artıq gül solan. Deməli, budaqlarını kəsim. Və qızlar, istəyirəm bəzi budaqlarını kəsim, suya qoyum və tezdən əkim. Çox xoşum gəlir, bu güllər çox gözəl görünür və istəyirəm balaca qablara əkim. Bu il Milla marojnasını o qədər çox aldıq ki, qabları da çoxdur. Mən də heyfim gəlir o qabları atım, çünki çox gözəl vedrədir belə. İstəyirəm o qablardan gül qabı eləyim, üstünü başqa cür bəzəyim və evə uyğun gözəl bir vida gətirim və saxlayayım. Onlarda gül əkim. Bəlkə də başqa bir güllərdən də alaram. Bəlkə də bunlardan kəsib bunları çoxaldaram. Gələn videolarda daha qabaqdan daha yaxşı göstərərəm sizə. Nə edəcəmsə, hələ ki belə bu gülləri kəsdim. Solan gülləri çıxartdım ki, bu gülə əziyyət getməsin. Üzərində olan təzə gülləri daha da yaxşı açsın. Bura kim gəlib? Kim gəlib bura? Biri o tərəfdən baxır, biri bu tərəfdən. Sonya, bu ölür balkona çıxmaq üçün, amma balkondan düşür. Bu bir dəfə bizdə 8-ci mərtəbədən düşmüşdü. Yerə baxın nə gündədir. Bu bir dəfə bizdə 8-ci mərtəbədən düşmüşdü deyənə bunu artıq balkona qoymuruq. Belə bir şey göstərmək istəyirəm sizə qızlar. Baxın, özüm düzəltmişəm. Siz də bir ana kimi uşağınıza düzəldə bilərsiniz. Uşaqlar xoşlayırlar gizlənən bir şeyləri açmağa. Götürürsünüz və belə Подожди, Miraş, açırsınız. Belə. Və deyirsiniz, kimdir? Ya da nədir? Ördək, krə. Sonra məsəl üçün açın, hansını uşaq özü göstərir, hansını istəyir. Açırsınız. Nədir bu? Zebra. Açdı məsəl üçün. Bu nədir? Fil. Bunlar da çıxır, mən hələ çatdırmamışam. Bunları da çıxartmaq olar ki, hamısı eyni ağ olsun. Mən isə sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu videonu sonucan siz izlədiniz. Mən isə sizə təşəkkürümü bildirmək istəyirəm və hələ də mənə abunə olmamısınızsa abunə olmağa tələsin. Bu məni çox sevindirər. Sizə isə demək istəyirəm ki, özünüzə yaxşı baxın. Gələn görüşlərə dək.